Baş sponsor Berg Glukoza. Renk qatan sponsor Panda Boya. Sponsorlar Toboil Petrol, Macera Lake Park Otel. Həyat bir mübarizədir. Döyüşə hazır ol. İşlərində əmin ol. Gün ərzində gümrah ol. Uğurlarınla zirvədə ol. Seçimində dəqiq ol. Berg Glukoza. Möhkəm ol. Siz bizim buğlamamızı Deyəndə kanala abunə olun, videonu da like eləyin. Mən də onu deyirdim də. Sən uzadırsan hə deyən. Uşağam mən. Hə, gedin rahat sürüşün hə. Nə olacaq ki? Yıxılacaqsınız da. Uzaqbaşı qolun qıçın sınacaq da. Sılsın da pul var da, pul var. Həll eləyəcəm də. Neyinirəm o qədər pulu? Yandırım istisində qızışaq. İnteres adamsan ha sən. Ay Qədir, Gəl qızım, gəl. dünən bunların oteldəki çıxartdığı oyundan sonra deyirəm biz bunları nahaq barışdırdıq. Hə, dünən mən öldüm yerə girdim xəcalətdən. Hə, üçü də hamam xalatında çıxıblar bayra qartof oynamağa. Ha, o baxır, bu baxır. Ayıbdır, məni tanıyan var, bilən var ha. Bu nədir? Hələ onu demirəm. İsti hovuzun yanında, yadındadır. Bir çaşka su götürdü, içine Adnarazla paket attı. Dedi içim canım qızışsın. Ay atay, günah onlarda deyil ki. Olmayıb, görməyib, getməyiblər, bilmirlər də. Yəni burada nə var ki? Həm də ki sən özün onları nə vaxt yaxşı bir yerə aparmısan ki, onlar da görüb götürmədi. Nədir az bu? Bizim günümüzə diriyimizə bax da. Qız oxutdur, 5 milyon pul bıraq, özdə Oxfordda. İndi də sən özünə qayıtsan. Aslıdan onları az eləyibdi. Hə? Dillən də Qədir. Hə, gəlin hə. Mən onları day haralar aparmamışam. Günlərin bir günü yadımda apardım onları Bangladeşə. Orada meymun cənnəti var idi. Yadımızda. Niyə yadımda deyil? Biz də girmişdik bir dəfə. Ha, orada bunlar məni day biabır elədilər də. Bütün turistlər, zatlar hamı gəlib telefonla çəkirdi. O burada kişilər bala. Getdi yedi qəfəsin içinə, meymun qəfəsin içinə. Balanların yedi qaçdı. Ayıb da biabır oldu. Yaydılar YouTube'a internet ha. Bir də gəldim gördüm nə? Dayanıb qarillanın özböz. Qarillanın güdü ki, qaril özünün söndəsinə tapıb yesin onun bananına uğrasın qaçsın. Ada biabırsızlıq. Mən 5 dəqiqə gec gəlsəydim, qarilla Nərbanını zırıq-zırıq eləmişdi. Ha, meymunla meymunluq edir ha. Bu nədir? Ay. Dey gəl. Gedir benlik. Adım çək qulağım bura. Gedir. Belə adam olar ha. Bu nədir? Evim yıkıldı. Ha, deyən nə oldu? Evim yıkıldı. Gedir. Gedir. Gedir benlik. Evim yıkıldı. Evim uçtu başıma, gedir benlik. Ha, sənin evin uçmalıydı da. Ha, sənin evin qabağından bir maşın keçəndə, bir normal siqnal verəndə, sənin evin sürükələnirdi. Ha, nətər olmalıydı ha? Gedir benlik. Ha, ne olur ha? O uçmaktan demirəm. Ha, ne olur? Bayraktar bazı. Nazənin xanım. Nazanin xanım. Səhər səri balalazla
Şamamanı. Şamamanı şamamanı. götürdüm. Aha. Kaldırdım dağa mindirdim kanata. Her ihtimala karşı finkamın reziniyle de möhkəm bağladım ki birden düşenler. Bu benim balaca yetimçe. Bu kapıcı bana koy. Bilmirəm orada boltu açtı. Bilmirəm orada şurupu açtı. Bir de gördüm gedirmelim. Harop yere gelerek fızıltıyla Aha! Hani düştüler? Neden düştüler mi? Bilmirəm. Hə, yaxşı bir özünə gələ nə olub? Gəl, hə? arvadsız, Özünü ağay. darıxdırma. Arvad da gedib gələr də nə olub? Özü həkim də sənə demişdi ki, özünü darıxdırma. Özünü darıxdanda qarnın gedir. Ölürəm, bir Ha, yerdə gedin, həll eləyək, nə olur, nə olmaz, Ölürəm. həll eləyək. Gedirməlim. Ha. Bu açıq danışım da. Delfin bacım. Nazənin xanım. Nazanin xanım, bu açıq deyil. Açığı mən arvada görə deyiləm. Yox. Kimə görəsən Bəs ha? nəyə görə? Bu oteldə qəşəng zavtraq verirlər. Hər ihtimala qarşı günorta yeməklərini də götürdüm, yığdım şamamanın cibinə. Dedim yiyərəm. İndi yemək onun cibində getdi, gəlirməlim. Elə bil ki, mənim bir xasiyyətim var. Mənim ki, yeməyimin vaxtı keçdi ya. Kül oldu mənim başıma. Ölürəm Hə, başımın yaxşı, nə ağrısı. olub? Həll eləyərik də problemi bir daha, nə olub ha? Mən yeməksiz qaldım, bədbəxt oldum. Gedək tapaq. Ha, gedək, min maşına. Minimum maşına. Minimum maşına bu ilə gedək. olub ha? İstən oyla gedək. Ha, onu qoy bagaja. Qaçın bagajınızı. Bagajınızı. Gədirməlim bir demə. Vay. Balanız! Vay. Balanız! Hə, bu nə də, Nəriman evin tikisinə, uşağa bir düzəməlli ad qoy da. Adı özümdən böyüdür. Çağırıram, qurtarmır. Hə, buna bir Azəri qoy, Aydın qoy, bir Alim qoy, Zarad qoy. Bu nə də, hərif boluğuna düşmüsən. Gədirməlim. Harda da bu? Gədirməlim. Nə də? Yorulmusansa, biraz da mən çağırım. Hə, Çağırayım. çağır da çağır. Şamama. Hə, heyecanlara böl çağır da, ham elə bizim mamanı çağırırsan. Gədirməlim. Məni qınam, o elə mənim mama əvəzi idi. Hər gecə mənə şüyüd suyu verirdi. Mən köfdən öləcəm, şamama tapam məsəl. Şamama. Yavaş gəlin. Müğayət. Vay. Tut əlimdən. Vay. Əlimdən. Yavaş. Yavaş. Yeni. Aha. Şamama. Balanız! Balanız! Şamama. Hə, buhara düşüb hə. Vay. Balanız! Vay. Qaldım yersiz. Hə, xırdan burada şey. Qaldım əllərdə. Qaldım yetim. Keçinib qalıb ağzını. Yetim qaldım, yetim. Şamama. Gəlin. Şamama. Balanız! Şamama. Əzizim, mən sənsiz nə eləyərəm? Ha, quzum. Mən sənsiz ölərəm. Ha, quzum, yaxşı. Ölərəm, tez gəl. Melisa, Əzizim. Vay. Əzizim. Yaxşı qızım, yaxşı. Değmiyor, danıqma, həyatdır da. Fikir verin, qızın başına hava geldi. Vay. Nedir mənim? Deyir ki, Leyli Məcnunsuz qaldı. Xosrov, qızın adı neydi? Şirin. Şirinsiz Ha, qaldı. Fərhad da. Fərhad Zibeydəsiz qaldı. Zibeydə kimdir? Neysə də adını tapanmadım. Melisa da balanazsız qaldı. Qız havalandı. Şirin havalandı. Dünən axşam hit kinosu verirdilər. Hə. Mən də baxa bilmədim. Yuxu tutub yatmışam. İndi onu danışır bizə. Neyi danışır? Kinonu, Hə, hit kino kinosunu. nədən olmadı? Hint şunu. Hərən uşağın yanında qaldı. İndi. Hə, da dünən baxırdım. Bu masamazda. Ha, verirlər də. Ay qızım. O boyda, dağ boyda, lay boyda divar uçub, itib tapılmır. Sən Hint kinosunun vaxtıdır. Nedir məndən incə. Onları meşədə sinzab yesə ya, mən olacam pis adam. Ha, sinzab. Mən olacam pis adam.
Nenden inciyəlim belə laf belə, bura gəl sözünə. Ha bildim ayıp da. Qohumlardan Bildim da bax özüm elə. Ay Haydi. Nərbala dayı, Haydi. nə olacaq? Onsuz da sincab onları yeyən deyil. Həm də ki qışçıxana kimi sincabın fıstıqlarından yeyib yaz gələr də. Ne problem var? Qışı olan sincabın yuvasında keçsinlər. Az qar yağar, qurt basar onları. Nə danışırsan sən? Eybi yoxdur gəlirmənin. Ailəmdir, özüm gedib axtaracam. Axtar. Belə də ki, mən sizin nəsiliniz, Nə nəsilimiz? nəsilinizdən incidim. Ha, Bəs incidin, sana. ha. Mən getdim. Şamama. Gördün Şamama. nədir? Mən deyəndir. Bunlara yaxşılıq Ha, yoxdur. buna da, buna insanlarda, buna adamlar keçin ha, keç. Kalk. Yavaş yavaş kızım, yavaş yavaş kalk. Balanas. Bana bunlar hara git. Balanazın papağı değil mi? Balanas. Hara git. Ay balanas. Hardan? Ay bana. Şamama. Ay şamama. Bunlar hardadır? Hardadır bunlar? Hadi bu. Kimsen sen? Kimsen? Ay balanas. Ay balanas. Ay bala anın hanı? Anam bu deyim buralardaydı. Tap onu mu tap? Bu Anı değil bu tap buradadır, kendine. bu değil Evim buradadır. yıkıldı. Bu değil Hay gözlerim aydın olsun. Gözlerim. Şamama. Az neter oldu buna düştünüz. Nəri, soyuqdan ölürəm. Apar bizi otelə, qızışaq sonra danışarıq. Yaxşı, durun. Ne yaxşı tapdım. Qulaq asans, abed üstündədir. Abed. Abed vaxtıdır. Gelin, Dolmuram. gelin. Apar bizi Oturun, otelə. oturun. Ay bana, icazə ver anın otursun. Gitti. Doğru. Yine sinem aydın olsun, gözlerim aydın olsun. Tapıldı. Прощай, жизнь, прощай меня. Я уезжаю. Ha! Tez geldim ha. İşim dol, dediler. Külü koyum senin kardeş başıma. Aa, nasıl? Deydiş ki burada ben özümü asıram. Spraş bu işte kardeşim. Derdin nedir, şerrin nedir, usta uçlu cilse. Pa kimin kavarış? Sana sual verin böyle la. Targov'da kabağına reski mikrofonla çıkan adamlar kimi. Ağzıma geleni danışırsın. Bunun içi var. Bunun içi var. Lan ne için? Hiç olmasa bir işe yara. Çıkart telefonumu, istemay ya. Atarsan mamya. Diyersen Teymuraz köştü bu dünyadan düz papanın kucağına. İstemay. İstemay. Sakin. Çek de çek. Dinlen sözler. Koymama görsün beni. Dinlen. Milyon alih roz. Inogda widzisz. Ich seriöz. Bırak. Ujeżdżają ja papanem yanına. Gelirim.
Ay Timur, Da. düş aşağı, asma özünü. Sesine kapat. Sen axı mənim qardaşımsa, Doğrudan deyirsən. azğım gəlirsən. Düşünürəm. Səninlə sən naqqa balığı düşdü kırçıqa. Qaldı göldən dartıb çıxartmaq. Asmıram özünü. Ana yaxşı, Asası olmadı. asma. Gəl bura. Düş qardaş. Gəl səni abnimayo eləyim. Düş Gəl Timur. qucağıma. Gəl. Mənə batayım. Da. De görüm sənin dərdin nədir? Sənin nə problemin var, sən özünü asırsan? Qoy sənə razqavarivat eləyim. Elə. Dedim ki, mən də cəmaatın balası kimi qaz vururum, qazan doldururum. Hə da, hə. Pul qazanım. Düzdür. Yaxşı qardaşlarım var İspaniyada. Hə. Hətta doje. İspanya. Pıjalsta bildin də özün. Hə. İspaniyadan bir tır Bakıya dirijor çubuğu vurdu. Dirijor çubuğu. Da. Cəmaata baxır belə nə o? Dirijor naya palıçkadan Ha, belə ha. belə. Hə. Qardaş gətirdim bunu kimə satam? Hə da. Şəhərdə 10 dənə dirijor ola olmuyor. Ha. Bunlar da mənə xatir 10 dənəsini aldı. Bir tır dirijor çubuğu qaldı əlimdə. Aa. Bunu da dəyər dəyməzinə apardım çay evlərində. Ha. Bu samovar qalyanlara sattım. Neyini? Hə Neyini? da, hə da. Bir damcı da dengim qalmışdı. Onu da sağ olsun dostlar köməklik elədi. Kitaydan Bakıya 2 tır maska vurdum. Maska. Da. Daydıyla mayanı çıxartmışam ki. Xəbərim var, maskanın kursu neftin kursundan çoxdur. İndi sulu şeyminə də buratan, sulu şeyminə. Sən deyən o maskadan olsa mən razı. Tırın qapısını açdım gördüm, hamısı qoca dəvə maskası. Qoca dəvə maskası. Sənin canın üçün. Sən narahat olma. Mənim bir sinif yoldaşım var. Da. Taxtabaş Vüqar. Da. O bu işlərlə məşğuldur. Bağçalara mal verir. Da. Bağçalar da bayrama görə alır da maskaları. Da. Deyərəm ona, o bu işi əridər. İndi sulu şeyminə misal var. Deyir içim özümü yandırır, çölüm özgəni. Bəs mən o pulları hardan almışdım? Borc almışdım onları. İndi borc yersin mənə yığıb ki, ya mənim pulumu gətir, ya da bu günləri özünü asacaqsan. Sənin canın üçün. Dedi saat 5'e kimi pulum çatmasa, ayakkabımı sənə yedizdirəcəm. Sən də bilirsən də mən uşaqlıqdan ayakkabı yeyə bilmirəm. Bir dəfə yedim, mədəm ijoga verdi. Səhərə kimi beton qarışdıran maşın kimi fır fırlanmışam yerimdə. Yemək olmur, davana udmaq olmur. Ayakkabını bir təhər eləmək olur. İndi sən nə demək istəyirsən, mən nə işin düşür? İndi sılı şeyimlə buratam. Varsa sən mənə pul ver. Mən aparım borcumu, xərcimi verim, ondan sonra işləyib qaytararam. Nədir? Ay cırıldı yan petlə. Mənə işin düşür. Hə, nədir? Yadımda gəldim bir dəfə sənə dedim ki, ay qardaş, qolumun altında çiban çıxıb. Nuşda? Hə, qolum qalıb belə göydə. Kimlə üzbəüz gəlirəm, elə billər ki, onunla görüşməyə gəlirəm. Biyabır olmuşdum. Gəldim sənə dedim, mənə 1-2 manat ver. Gedim Vişnovski maz alım, çəkim qolumun altına. Gəldim, gəlmədim. Da. Gecə yarısı xiyar balonu partlayan kimi partladı bütün mənim çibamı. Diksindi mi? İndi nədir? İşin düşüb, hə? Dilin uzalım məndən beş-betər. İndi prasti də minya, prasti minya. Prasti Prasti minya. Qoy dizlisin ayaqqabını sənə. Sənə pul zat verən deyil. Məndən pul istəmə. Tüm minya seçaz prasti də, seçaz minya dengü nujin. Adam adamı başa düşər, mujik mujiki başa düşər. Mujik. Yaxşı. Kasıbçılığın litsosu qara olsun. Mən sənə Litsosu qara olsun. pulu veririm. Da. Ver. Gördün? Spasibo. Amma bir şey. Da. Bax bu pulu verirəm sənə. Da. Fırdan yerində. Çöm deyirlər. Fırdan. Fırlanır ama. Yanmadan fırdan. Fırlanır. Fırdan aysa. Verir reyna fırlanır. Fırdan. Yüzü verir Bunu reyna. vereceğim sana. Fırdan. Aa! Gel. Gördün? Deyirəm ki, verdiğin pula bax, vurduğun kapasa bax. Başım çıxdı yerindən. Marun tutsa 100 dənə. Ben bilirsen ki belə pul vermirəm. Ha ver eybi yok. Fırdan bir tane. Gene fırlan. Fırdan. Ver. Fırdan bunları da vereceğim. Eybi yok, fırlanar. Fırdan. Fırlanar. Fır. Ay, bu biraz elə bir möhkəm oldu. 200 verəsən. Gel. Bu 200'lük kapasıydı. Gel. Marun tutsa bir 300 dənə. Halal xoşum. 300 dənə. 300 də. Da. Fırdan. Gene fırlanır. Ay yox, yoxundur. Gələrsən. Yaxındır. Gələrsən. Qulaq as, uslu şey mi ne? Ay xırda boynuz. Ay oxatan yojik. Ay Buratina'nın sinif rəhbəri. Sözü bidir. Qulaq as. Nədir? Sən məndən 1 saat qabaq yatırsan axşamlar. Hə. Səhər də məndən sonra durursan. Bu pullar sənə hardan gəlir? Qorxmuram ki, qoy deyim də. Skacı. Papanın qızıl sırqalarını satmışam.
Biyabır olduq, Papa bəyəm qulağına sırğa taxırdı. Qulağına yox, burnuna taxırdı papa. Burnuna nə üçün? Git danışma, papanın adına söz çıxartma. Burnuna nə üçün? Yadında deyil, papa sıxda işləyir deyə. Hə. O aylar xəstələnir deyə işə gəlmirdi. Papa ayların əvəzində çıxırdı da. Hə, burnuna sırğa taxırdı. Danır. Pap! 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 Yazıq pap. Dolanğas mənəm. Ay hamamdakı qırmızı quruşqar. Yaxşı, o papa sənindirsə, mənim də papamdır da. Nə oldu, sənin papın oldu. Məni Hacı Leylək gətirdi. Papanın sırğalarını satmışsan, o puldan mənə də ver. Da qapaz vura-vura minnətli niyə verirsən? Yox. Verəcəksən. Vurma. Verəcəksən. Vurma başımdan. Verəcəksən. Başımdan vurursan fəsilləri qarışdırıram. O da bu şaxtağa sürüşməyə plastina gedmişəm. Vurma başımdan vurmuşam. Vurma. Qulaq as, bəri gəl. Sən bilirsən ki, mən Kokşonkay üzrə 3-cü danam. Sən öləsən. Eləmə. Səni bir hala salarım. Oy. Ver o pulu mənə. Eləmə. Ver o pulu mənə. Ver o pulu mənə. Ver o pulu. Qədir mənim, xahiş edirəm gəlin bu balanazla meri səni barışdıraq. Bu xoşbəxt yaşasınlar da. Bu yazıq uşaq hər gecə ağlayır yerinə girib. Doğru. Bəli. Gör nə deyirəm. Nə? Bax, axırıncı dəfə icazə verirəm ki, bunlar barışsınlar. Yəni, Nazənin! Oradan bir şirin çay gətir. Kobra bacı, Hə, Nazənin xanım. Nazarin xanım, mənə də berg glikoza verin. Hə, deyə mən verim də. Ver, gəlir mənim, ver. Onu əl demə mənimdir. Ver, aynen. Sevirəm bunu da. Sevirəm, gəlir mənim, Verirəm, ayləri da var. Ağzın dadını bilirsən ha. Ver. Baş sponsor Berg Glukoza. Ver. Ver. Qəmbər qulu. Bayaqdan eyni ritmi çalırsan, Görmüsən sənə işarə edirəm, başqa ritmə keç də. Qızlar baxır, biraz medlin olsun. Başqa dedim Arzuman, mən bilmirəm, mən sənin pamoşnikinəyəm, yoxsa burada sinif saatı çalınam, nəyəm mən burada? Ha, indət də saxla, dərətdüdür. Dostuma cavab qaytarma. Hadi. Bildin? Yeri ged evin dalında kebab yandı, ged mangala bax, yeri. Mən burada kebabçıyam, nəyəm mangala baxıram. Dülü. Görsən xanımlarla oturmuşuq, yaxşı. Hadi. Erzuman, bayaqdan xanımlara baxırsan. Evli adamsa, qoy subaylar baxsın. Çoxdan tanıyıram bunu. Doğrudan. Məhəllə qızım olur. İkincisi də ki, Maria xanım bilsə bilirsən səni neyniyər. Qulaqlarından tutub sürüyər asfaltda. Nə? Maria. Mariya xanım mən heç eləyə bilməz. Eləyər. O da Mariya xanımın üstünə bir dənə qışqırmışam. Halal. Yalvarır deyə mənə ye. Halal olsun. Az qala dili qattalansın. Halal olsun, bax xoşum gəlir elənci kişidən. Xanımlar, onlar bir söz deyim. Təsəvvür edin, mən əvvəllər kasıb idim. Birdən-birə məndə pul əmələ gəldi, peyda oldu. Hər yerdə ev tikdirirəm, bunu da təzə tikdirmişəm. Necədir? Yaxşı deyə, amma içi tam hazır deyil axı. İçi tam hazır olmaz da ustalarımdan yarımamışam. Məni deyir. 2 dənə ustam var, biri budur, biri də o. Heç birindən yarımamışam. Təsəvvür edin, unitazı gətirib qoyub qonaq otağına. Necə olar? Bir yabırçılıq. Kondisioneri alıb vermişəm. Motoru qoyub içəri, əsas hissəni qoyub çölə. Xanımlar, onu da deyəcəyəm. Onu demə. Deyəcəyəm. Tualetin kanalizasiyası düz spalinin altından keçir. Gecə yatdığım yerdə. Bir də görsən nəsə əmələ gəldi, peyda oldu. Vaxtı yox, zamanı yox. Yata bilmirəm. Bir dənə sən çat. Gəl. Çabuk pişir. Yaxşı, qoy yerinə. Anladım beni. Yavaş yavaş əlim yandır, əlim yandır. Bayaqları 5 şik kebab var idi. Bunun iksanı.
Siz şeydən masaya elə bir şey. Hə. Evin dalında kebab pişirdiyim, evin dalında. Hə. Bu pişiklər yoxdur. Nə qədər pişik var. Hə. Hamısı gəldi yandı manqanın qabağında belə. Yav, yav, yav gəldi. Mən də baxdım yazığım gəldi. Ağlaya götürdüm, 2 dənə şiş verdim, pişiklər etdim, köfəri. Bu raket, Acan. bu raket. Yanıma git. Sen bana pişi kuyruğu gelirsen. Öyle belə verən idin, çiğ vererdin de yesinler. Güya mən çoram, bu nedir düşdü ağzım? Görmürəm mən. Götür bu sümüyü de qıraqda ye. Yeri, hoşum gelmedi senden. Titile elemekle değil. Yeri gel. Pişikdir. Pişi götür, pişi sensen. Söz. Kebabdanlı, iyi canlı. Əsas kebabın lezzetli yeri var. Koy yerine neyinirse koy yerine. Qanadından da yüzü var. Koy ora. Yemişsen bir arkada yeri. Git de dostumu əsəbləşdirirsən. Yeri. 2 şiş kebabı yiyip orada. Deyəm bundan sənə... Siz kampotsuz. Nə qədər Kampotsuz. Benim hoşum gelir kampottan. Senin de. Gəlir onu da. Bayaqdan ondan danışırıq da. Qaldıraq. Mən istəyirəm bir sağlıq deyim. Buyur. Mən bunu içirəm sizin timsalınızdan bizim kimi ustalara sağlığına. Sağ olun, sağ olun. Bizim kimi yaxşı ustalar. Sağ olun. Yaxşı usta vıraq belə. Getdim. Geçeydi. Arzuman! Арзуман! Слушай, ты, Нефтулан, Bəli. что это такое? Что это такое? İşte ne kötü ne diye? Bu nedir, nedir bu? Nedir bu? Maria hanım. Ha. Çok xahişlə benim üstüme kışkırma. Ben öyle bilirim. Dilim katlanabilir. Fəhri deyiləm. А? Bəli. А вот хорошо ты мне скажешь, что вот это такое. Sen beni başa sal da, вот bu nedir, nedir bu belə? Maria hanım. Ha. Üzür istəyirəm dönə. Ha, ha. Birincisi senin qadıvı alım. Aha. İkincisi de ki qadıvı mən niye alıram? Ərin alsın. Bu şəraiti sen bana yaratmışsın. Sen dedin belə elə. Слушай, mən? Bəli. Слушай, во-первых, benim erimin belə qalavasına beton düştü. Amin. Ты понял? А во-вторых, mən sənə belə demişdim elə. Mən Bəli. sənə bax belə demişdim. Özün dedin. Когда mən sənə dedim? Sen bana demedin ki ya Ha. kapının ağzına yukarıya koymaya 2 tane ceylan al. Buyur 2 tane ceylan. Sonra mən demiştim ki bahçeye kuş al. O kuşları aldım. Bu da hemen kuşların kebabı. Toyuktu, hinduşkadı, o birisi de feredi. Слушай, sen ne danışırsan ha? Ben sana bak böyle demiştim elə. Belə sənə demiştim, 2 dənə də qızı getirmişsən burada. Benim eri Erzuman'ı da özüne şerik koşmuşsan, ha? Kim sana bu icazə verib? Kim sana icazə verib? Ben sana не так сказала. Ben sana dedim ki, подожди ты тоже. 2 dənə ceyran koy kapının ağzına. Buyurun. Вот. Это? Da. Sonra ben sana что сказала? Bahçanın kenarına 2 dənə kuş koy. Слушай, ben sana bu kuşlardan demedim mi? Ben sana aglay heykeller dedim. Heykeller. Хорошо. Demirsen как я сказала. Ben sana demiştim darvazanın üstüne 2 dana tiger koy. Belli. Hani o 2 dana Tapa tiger? bilmedim tiger. Aa. Ne tapmışam onu da getirmişim. Значит elə çıxır ki, mən 2 dana ceyran sizin için demişəm. 2 dana tiger özüme demişəm. Что ты говоришь, Нефтулан? Ben söğüşten danışmıştım. Bilmirəm ben. Хватит, Нефтулан. Özür dilerim. Слушай, сейчас мен seni апарacağım зоопарка, тигрлара гидизdireceğim. Давай быстро buraya gel. Neyi? Tez ol bыстро buraya gel. Özür isteyeceğim. Быстро, ты тоже. Benim Быстро. işim çıktı. Быстро ты тоже. Özür isteyeceğim. Siz de eve девочки, eve. Kayıtma 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 Çevrildim yağışa Sela kaydırtma Çevrildim yağışa Sela kaydırtma Kebab yanar, köz üstte tello. Uf, koyma, öldürsünler tello. Bir alagöz, göz üstü. Qaracığıma, Ne kebabları belə çox yandırmayın, müştərilər narazılıq eləyir. Mənim gözüm üstü əmi dostu, sən narahat olma. Nə? Əmi dostu. Əm dostu, bu nə sözlərə mənə deyirsən?
Buyur. Gör cəmaatın içində məni diləkçə sala bilirsən. Buyur. Ne? Başa düşmədin. Sən mənim dostumun əmsisən. Demək mənə əm dostu sayılırsan da sən. Hələ bu karantin vaxtı partizan üsuluna keçib. Hə. Restoran işlədirik. 5-10 nəfər klet tutmuşuq. Deyirsən onlara da yanıq kebab verib qaçırdaq buradan. Sağ ol vallahi. Ay əmi dostu, belə interesli adamsan. Əmi, mən də hələ belə adam deyiləm. Mən şəhərdə sayılıb seçilən adlı sanlı uzmanlardanam. Mən bilsən hara qurtarmışam? Bu şey deyim. Bu fil dişi sahilləri yoxdur, fil dişi sahili Afrika. Fil dişi sahilində Zoologiya İnstitutunun sapla diş çəkmə fakültəsini qırmızı medalla qurtarmışım. Sənin canın üçün. Xahiş elə, mənlə ehtiyatla davran. Mənlə adam kimi rəftar edirəm, xahiş elə. Ara indi sən deyirsən ki, Şirinin əmsi uşaqlıqda ata tərbiyəsi görməyib ki, bundan sonra ona ehtiyacı ola. Yaxşı hələ başı sal aşağı işini gör. Ne? Qaşınmayan yerdən qan çıxartma. Buyur, qorxdum. Səndən qorxdum. Buyur, sənin canın üçün bu dəqiqə səsimi salaram başıma. Bakıda nə qədər polis var, hamısını yığaram bura, obyektiv bağlayarlar. 5-10 manatından dolarsan. Yox, Ben sen söz deyirəm. Səs salıb obyekti bağlatdırma. 5-10 manat qazanmışıq deyirsən, onu da aparaq verəcəyəm ya. Bilsən nə var? Hə. Qoçacı, mən bu gündən kebabçı işləmirəm. Pulu vermirsən müğənniyə qardaş. O müğənniyi gətir kebab pişirsin, mənim əntiqə səsim var. Gedirəm oxumağa. 5-10 manatda mənim sinema pul bassınlar. Ara, sən oriental rəqs eləyirsən ki, sənin sinəyə pul batsınlar. İkinci də sənin səsin var, mənim müğənnilik eləyəsən. Nühün yoxdur. Mənim səsim də var. Mənim biraz vidim fasonum fəridir. Mən adam balası kimi bahalı geyindirin. Gələndə mən Jennifer Lopez'e oxşamasam, məndən pis adam yoxdur. Həli, Hı. səsin var. Var. Bu saat səni bu saat elə geyindirərəm ki... Bir də mığaz zəhmət olmasa, mığaz. Ay, kimdir səni burada tanıyan? Hə. Bu saat səni elə geyindirib elə bəziyim ki, heç məhluqanın... Mehbarənin ənkəl Ayıb olsun səsin, o nə söyüşdür? Söyüş görmürəm. Deyirəm ki, yəni heç onun əbəcdadı da səni tanımayacaq. Yeri mənə təqdim elə gəlir. Yaptı bu saat. Yeri. Bəli. Havam yanan, göz üstə təngo. Geldim. Yok, çekme oradan. Çekme, hayır şeyler. Buraya. Neydi bu, biri bir ayıp da. Ne? Ha, sağ ol. Gördün. Alkışları görsen, gördün. Görsen alkışları. Gördün. Bak. Meğer başka bak, beğenmiş. Saxla de. Bir yerden 10 dəfə demişəm, saxla de mi? Axşamınız xeyir olsun, əziz məclis iştirakçıları. Sağ olun ki, bu çətin günlərdə bizim kafeye gəlmişsiniz. Hamınızı salamlayırıq. Bizim bundan əvvəlki müğənnimizin biraz işi çıxdı. Biraz naxoş deyib, üstüzə sağlıq. Böyrəyində daş öldürür o neçə vaxtı. Bilmirəm, bura soğuqdur bundandır, bilmirəm nədəndir. Neyse, getdik, mən büyündən oxuyacağım. Uzman Qılman hocam. Mən burada qonaqları görürəm, yiyirlər, içirlər. İstəyirəm burada bu 50-50 xırda vuran adamlar görürəm. Bir ata muğamı istəyirəm ki, biraz onlar balaca kövrəlsinlər. Bəli. Ata muğamı vaxtı biz bura ağlamağa gəlmişik. Dincəlməyə ağlamağa gəlməmişik biz bura. Olar, problem yoxdur. Əgər ad gününüz varsa, ad gününüz, yadınız varsa göndərin, mən sizi təbrik edeyim. 5-10 manatdan biz qazanalım. Təbrik var. Birinci təbrikimiz gəldi. Görək kimin ad gündür? Bizim qonağımız var, uzaq Hindistanlıdır, səhv eləmirəmsə. Brahandranın ad günüdür. Brahandranı biz Nə danışırsan, Brahandra nədir? Əlxandra. Budur bu. Əlxandra. Alehandra'dır. Alehandra'nı təbrik edirəm. Elə onun şərəfinə bir Alejandra bəlkə 5'ten ondan verdi. Alejandro. Sağ olun.
Ali Alejandro, Ali Alejandro. Ne var? Baş üstə, Mamma Mia biraz zakaz gəldi, xahiş edirəm. Biraz mənim mikrofon var, mənim boğazımda bir düyüm var, xeyri oxuyamirəm. Mamma Mia dediniz də bəli. Mamma Mia. Mamma Mia. Biraz xoş ver, boğazım patladı ki. Mamma Mia. Bunun sözlərin biri sən, dalın biri söz bunun. Mamma Mia. Ay qardaş, Bəli, ay bəli. qardaş, çox zirə çıxma. Bəli. Çox zirə çıxanda sənin şalvarın partlayır. Həm də ki, səs gəlmədi, gəlib aparacaqlar ki bizim hamımızı. Bildim də mənim qardaşım, bir dəfə indi adam içində mənim şalvarım partlayıb, min də yerdə danışın. Yox, yavaş oxu da. Dəyişmişəm də, dəyişmişəm. Min dəfə sənə demişəm ki, mənim normal şalvar alın. Görsən, adam içində üzümə vururlar. İşi gör. Mən xahiş edirəm qonaqlardan, bir də ürəyimdən deyə mahnı gəldi. Qonaqlar, mənim hansı mahnı istəyirdiniz? Mamma Mia'nın muğamla, Mamma Mia'nın muğamla istəyirlər. Dirada nə günəşdi, nə aydı, Mamma Mia, Mamma Mia. Mamma Mia. Ne oldu? Saxla bir dənə, saxla. Başa düşmədim hala. Halaqılı sən gizlin restoran işlədirsən, hə? Əcəb şikəst oldu mayarlar. Şirin, mənə bədbəxt eləmə də, qurban nə qardım ki? Sən hələ bədbəxt eləyəcəm. Aparsam səni cərimə yazacağım bu karantinin pozduğuna görə, restoran işlətdiyinə görə, bildin? Bədbəxt eləyəcəm səni. Bu nə hərəkətdir la? Neyini sənəsən la? Günah hamısı səndədir. Səhər-səhər sən mənim 5 manata görə qanımı qaraltına. Mən bilirdim mənim axşam çağım verəcək, qara gələcək. Kimin günahı var, aparam bu dəqiqə. Bildim Şirin. Aparam cəriməyə götürmə. Bildim bir dəqiqə gəl, hara aparam, hara aparam. Buraya gəl ala. Ala yekə adamsan, ala gəl bura, ala gir, gəl bura ala. Gəl bura ala. Əğim, Ala gəl bura ala. Ay, əğimi bırak. Əğimi bırak soydum. Sən izəl Gəl bura ala. Hamısını sən elədin. Hamısını sən elədin. Şirin. Панда красиво, самый хороший боя. Это мой стиль, панда. Это тоже. Vay vay. Yazıq mamanın qapısı illərdir çürüyüb be. Onu nə işlədib rəyinləmirsən? Qaynanovun qapısını rəyləyirsən ki, ona yaltaqlıq eləyəsən. Qaynanam Moskvadan gəlir. Kapısın qəşəng rəngləyirəm ki, papamı üçün rəhmət payot da o. Ay xırda boylu. Başımdan vurma. Başımdan vuranda rəyləri səhv salırlar. Yenə sağ olsun panda boyanın satış nöqtəsi. Gedirəm ora, ürəyim istədiyim rəyləri mən üçün hazır elirlər, yola salırlar təmtərahla. Sağ olsun. Sən də gedib mamanın qapısını rəngləmək istəyirsən ki, mamanın pensiya kartını alasan da. Mamanın qapısını mən niyə rəyləyirəm? Mamanın qapısını kürəkəni gəlsin rəngləsin də. Doğrudan. Mən gedirəm qaynanamın qapısını rəngləməyə. Doğrudan. Panda boynu. Ay xırda boynu. Renk katan sponsor Panda Boya. Ulduz. Uli. Ne oldu? Məni təbrik edə bilərsən. İşə düzəldim. Doğrudan hamı. Bəh. Bax, indi deyəcəksən ki, bunu qeyd etmək lazımdır. Buyurun. Bu gün olar, ürəyin nə istəyir elə? Doğrudan deyirsən. Hayran var. Bir dənə qəşəng balıq qızar. Qızıl var, tamam. Qızardı. Pomidoru xırda böl vur onun böyrünə. Canım sətsin, bir dənə doğğa pişir. Sonra bir dənə qəşəng dolma pişir. Bu aləmi qatdım. Bir dənə buna bax. Bu qədər yeməyi. Yakır, özə təzə çıxandan. Uf, Uli, bu dəqiqə o yeməklərlə bu təzə çıxan yakır. Nə Gedər. Deyirəm də sən o boyda yeməyinizi yeyəcəkdin. Bu yakardan əyala gedər. Keç otur. Pişirmirsən, pişirmə. Əsas odur ki, yakır hələ var, belə də gedir. Hədə keç də, nə istən verəcəm sənə. Pişir qurumu olacaq.
işə çağırmaz. Sən Uli! Xeyr işə çağırmazsan. Nə zibil qaynadımsan? Nədir? Söz deyəndə bir daha bura gəlin də, xahiş De edirəm. görüm nə olub? Gel, sen gel hala, sen kurban olayım. Uli, oldu? gel bir dakika söyle. Ha, bir dakika. Ha, kurban olayım bir dakika, xahiş edirəm. Ha, bir dakika çağın söyle de. Al, ben seni heç vaxt bu qapıdan pis niyyətlə çıxartmışam, yox. O vaxtı gəldim, vağzalı ilə səni çıxartdım. Xoşbaxt olmadı o. Daş düşeydi o günə. Daş düşeydi. Bir dənə həmən günə ağ paltar giyindim. Ondan sonra bütün həyatımı dara eskiyə büktüm. Az nə Dara ağ eskiyə. paltar, hə? Nə ağ paltar? Heç gətirdiyin gəlinlik paltarı deyildi. Düz zildə anam da, düz zildə. Kriz salığından 200 manat verib bir dənə gəlinlik paltarı götürmədiyi prakatı. Bütün toy günü dar qız paltarında oturdum. Day biabır oldum aşk gətirənlərin yanında. Yaxşı da. Biabır oldu. Azar. Ha, qoy yaşayaqlar. Ata. Nə deyirsən? Ha, bunlar getmir, eybi yox. Ha, bir yana mənlə çıxaq da çölə, xahiş edirəm. Getmirəm. Mənim Mənim əlimdə işim var, getmirəm. Yiyəsiz o küçə itlər var ha, həyətə girər. Onu kimi didikirsin. Didikir qutarım, sonra gedərəm. Ha, yaxşı, ya, getmirsən, getmə. De görüm nə olub da? Sənə qurban olum. Heç olmasa get o Şamili gətir, ver mənim qucağıma, Şamillə çıxım çölə. Şamil kimdir? Uşağın adı Şamildir. Sənin başına. Uşağın adı Gülağadır. Gülağa. Gedir kimdən 50 qram içir, onun adı gəlir uşağa qoyur. Uşaqda şun olmasın. Yeyib, içib, yatıb dincəlir özü üçün. Uy lələ, bir yer yaşayışama, yaşayışama. Ona buna bax. Yiyib, Ayıb. içib, yatıb. Özüm ölüm, mənim də yeməyimi ver, içməyimi ver. Bütün günü yatım. Öyle elə. Yetim adamam, kim ana qayran. Uzaq başı bir daha pəncərədən çıxıb, dedim təzən girəcəm yerimə. Dəddüdür. De görüm nə olub? Nə çıxartmışsan bizi çölə? Ay bala, Hamlet. Haydi. Bax sən bizi bu soyuqda, sazaqda niyə salırsan çöllərin düzünə? Ay bala, bilirsən ki, mənim böyrəklərim xarabdır. Xarab. Başa düşürsən? 3 addım qabağa gedirəm, sonra 5 addım yer axtarıram qaçmağa. Ver. Əl çək də. Neydim münasib, mən deyirəm ki, yəni o bir dənə çıxıb bir yerdə görək də, onu görmək lazımdır da. Ay xahiş Dilarə, edirəm. Dilarə. Sən canım, gedək. Görə bu gedə nə istəyir? Haydi. Gəlin. Də çıxaq. Xahiş Yaş edirəm. gəlin. Bax Hamlet, Hayır. sənə deyirəm. Qapının ağzına çatanda görsəm ki, hansısa restorana borclu qalmısan, o borc yiyələri gəlib qapıya, sənə pensiya knişkamı verən deyiləm. Planlaşdırmışam. Yayda Haydi. gedəcəm dincəlməyə Anataliyaya. Antalya yox, Antalya. Yaxşı, olsun Antalya. Bir yer gəlin çölə, xahiş Gəl çıxaq görək nə deyir. Gəlin də, gəlin. Hamlet ölü bey yerdən qaldıranı yoxdur. Gəlin bura. Həyatda giyinmədim. Buyurun. Baxı, gedib maşını al. Hə. Necədir o? Yaxşı da hamıb sən nə deyirəm? Haydi. Deyirəm sən araq içsə, getdin özünə maşın aldın. Gör araq içməsəydin, o pulları yığardın, gedib hamda bir özünə maşın alardın. Nə bahalığında ye. Nə danışsan, hə? Mən bu elə araq çay çalmışam da. Sənin canın çox qaynana. Araq içdim, pulkaları yığdım evin dalına. 2 il. 2 ildən sonra getdim, baxdım ki, o ilə bir kamaz. Pulka. Apardım, ızdavat elədim, o pulla maşını götürdüm. Özüm ölüm demirəm ha qaynana. Bax, elə ulduzun ölmüşünə deyirəm. Sən ölmüşsün. Yaxşı da, Sən hə? ölmüşsün. Mənə 5 il imkan verin, yeyib içim, pulkaları yığım ha. Mən şəhərin mərkəzində ev almasam, məndən pis adam yoxdur. Hardasa bu Nərmanov tərəflərdə. Çünki sənin başı var. Mən gicəndə, dəliyəm də. Niyə? Səni qoyum araq içməyə. Hələ ondan sonra pulları yığaram. Gedib eyni boyda bir dənə villa alaram özümə. Yaxşı da, hə? Hamlet. Ay can. Bu maşını almaq hünər deyil. Sənin başın həmişə dumanlıdır. Sənin ayıq vaxtın olub ki, ha, maşın sürəsən, mənə bax Hamlet. Hə. Bax, rəhmətli kişi öləndən sonra mən bir ara maşından alver elədim. Dedi? Maşın alver elədim. Hə, maşından başım çıxır. Hə. Sən mənə de görüm, bu neçənci ilin maşınıdır? Qaynana, sənə qurban olaram. Bu iri belə köhnə maşındır, təzə maşındır. 58-in dekabrı. 58? Bəli. Zəmin ilə bilir. Bu tökülüb ki, apar bunu asfaltıya. Niyə ki? Başa düşmürəm. Səninlə eyni təvəllüddür də. İndi səni aparım atım mən Sıvalkıya. Ona sözdən amma deyirsən. Görmüsən mənim maşınıma nə Saçma deyir? şey. Mən də əziyyət çəkmişəm də. Mən bu maşının pulunu yığana kimi mənim qaraciyarım dağılıb, mənim böyrəklərim dağılıb. Səhər paxmeldən ölmüşəm. Qazlı su ver, ayran ver, onu ver, bunu ver. Bunlar yeyib içmək sənətdir. O mən ciddi iş kimi baxıram. Hər oğlan yeyib içməyə bazarsa da nə ol? Ay bala, Haydi. pis deyil, yaxşıdır. Yaxşıdır, yox. Motoru neçədir bunun? Ata motoru bunun 40. 40. Hə.
Ne gizliysen 40 motor olur. Olur da bir ya motorunu gösteren bak. Bir ya motor. Buyur. Gel tələsmə. Tələsmə. Ata bak. Bu neçə qradusdur? 40. Demək bu motor neçədir? Ha tabi. Bir gel burada məclisə bak. Uy lələ. Uy lələ. Ana bunun həsrətində olan oğlan. Ata bir gel 50. Bir gel 50 gedək. 50 ata bir gel. Maşını yuyak. Maşını yuyak. Uy lələ. Gel. Ata bu da içirəm. Vinimatilini oğlandan sağlıq. Bir de diqqət bilsən nə deməyi. Diqqət sən verdilərsə, sən yaşadın. Diqqətsiz qaldınsa, öldün. Ata öpürəm. Ağzımın padyumundan. Burada ayaqqabı gör ki ayağı sıxa. Getdik. Uyla. Ata bizən nə getdi? Elə bilgilən ki, ermənilərin təpəsindən harop getdi. Hadi oturun bir aparısı gel. Gül çiçeği yüzerem, saçına düzerem, yar senin yolunda, canımdan keçerem. Gül çiçeği yüzerem, saçına düzerem, yar senin yolunda, canımdan keçerem. Görüp beni güzeller, mecnun deyip keçerler, el adım beni kesenden, küsmeydi söyle. Görüp beni güzeller, mecnun deyip keçerler, el adım beni kesenden, küsmeydi söyle. Öyle, küsmeyi öyle, sensiz nice dözmeyi öyle, sevmeyi öyle, küsmeyi öyle, sensiz nice dözmeyi öyle, sevmeyi Sağ olun. Vətəndaş, vətəndaş, Yoxla. Bəli. Serjant Rəfiyev. Hamı. Çox gözəl. Qanunvericilik olaraq müvafiq icazələrin bir də portalları yoxlayırıq. Bəli. Portalınız var. Bəli, Allah bütün balaları saxlasın. Bir dənə portalım var, təzə doğulub. 9 aylıqdır. Yox, mən onu bilmirəm, üzr istəyirəm. Yəni icazəniz var, karantin rejimində evdən bayıra çıxmaq üçün ya portalınız olmalıdır, ya icazəniz. İcazəni asığı mən arvaddan icazə almışam səhər-səhər. 1 saatlıq dükana getdim, gəldim. Yox, vətəndaş, mən çox üzr istəyirəm. Bəli. Siz spirtli içki içmisiniz? Yox. Axı siz içkili adam oxşayırsınız. Yox, belə görüşənə bilərəm. Vəziyyətiniz necədir? Cəbilə qoyca. Necə? İndira qoyca. Çox üzr istəyirəm. Cəbilə qoyca, indira qoyca. Bu nə dilidir? Kimdir bunlar? Yox, yəni ki belə yaxşıyam. İşte. Mən çox üzr istəyirəm. Şəxsiyyət vəsiqənizi təqdim edin. Buyurun. Buyurun. Mən belə baxıram ki, siz heç şəxsiyyət vəsiqəsi üçün şəkil çəkdirəndə də ayıq olmamısınız. Yox, ayıq deyəndə ki, komandir, üstə sağla bu gecə çəkdirdim, saat 3 idi, 4 idi. Dedim belə 10 dəqiqə mürcülüyüm, götürüb həmən mamet çəkib. Onda da sizin icazəniz yoxdur. Buyurun. Bir daha sual verirəm sizə. Spirtli içki qəbul eləmisiniz? Qoy deyim. Balamın canı, balamın hamlesin canı tıkkılı bakarlar. Bu boyda. Axı siz bu boyda içsənə oxşamırsınız. Yo, balamın canı o da ad güneydi. Bu boyda nə, vannanın dibində içmisiniz yəni? Yo, rumka. Mən çox üzr istəyirəm. Bu vəziyyətdə siz sükan arxasında əyləşib maşını idarə eləyə bilməzsiniz. Problem yox. Buna görə də siz bizimlə bir yerdə gedəcəksiniz müvafiq ünvanlara, orada analiz verəcəksiniz. Spirtli içkinin nə dərəcədə qəbul etdiyinizi məlum olacaq. Vətəndaşlar isə maşını tərk eləyəcəklər, biz onları müvafiq ünvanlara çatdıracaq. Mən çox minnətdarlıq bildirirəm analizə görə. Mən 5 gündür bu ciyərimə görə analiz verməliyəm. Həkim mənə deyirəm, bugün gələrəm, səhər gələm, elə analizə yaxşı oldu. Yaxşı həkim oldu. Vətəndaş, mən indi məlumat verəcəm, yol patrol əməkdaşları da yaxınlaşacaqlar, maşını cərimə meydançasına aparacaqlar. Bəli. Ona görə mən sizdən bir daha üzr istəyirəm. Vətəndaşlar maşını tərk eləsinlər, biz onları müvafiq ünvanlara çatdıracaq. Amma mən sizə bir şey göstərmək istəyirəm ki, mən içkili deyirəm. Yox, onsuz da sizin içkiliyiniz sübut olunmayana qədər sizə heç kim deyənməz siz içkilisiniz. Ona görə xahiş edirəm, siz bizim maşına yaxınlaşın, vətəndaşlara deyin düşsünlər, onların da yoxlayaq icazələrini. Ata, düşün, sürpriz!
Neyse gayret çıtan. Gör necə Xahiş biabır edirəm, eləyirlər. orada gözləyin, vəsiqələrinizi hazırlayın, yoxlayın. Budur sənin sürprizin. Bəs də qaldıq küçələrdə ye, ev paltarında ye. Çünki sənin kişi başı var. Xanım, siz orada- İçki yıxdı səni, yıxdı. Şəxsiyyət vəsiqənizi hazırlayın. Yoxdur bəs qəza. Beyaz geceler danıştık üleyden dünyalar gibi. Vəsiqələrinizi yəni. Tırın kapısını açtım gördüm ha. Gedək bir dənə. Gülme. Tırın kapısını böyle açtım gördüm ha. Gülme. Diyeceğim. Tuvaletin kanalizasyası düz yatak otağımın altından geçir. Yattığım yerde bir de ortasından geçir. Gece yattığım yerde, gözümün kabağında. Bir de görsen nese emele geldi. Mende birdenbire pul emele geldi peyda oldu. Şimdi bizim o biri müğenninin biraz işi çıktı, üstünden sağlam biraz nahoş deyip. Buralar bilmem soğukdu, ne diyor, adam burada dözebilmiyor.